Anar, askılıqda işləyən qadının söhbəti, hekayə. Bizim idarədə ağrın alın 500-ə qədər işçi var. Hərənin də bir cür, bir fason paltosu var. Mod deyirsiniz, nə deyirsiniz, amma Allah and olsun, hamısını bircə-bircə tanıyıram. Nömrə zad olmasa da heç vədə birinin paltosunu başqasınınki ilə dəyişik salmaram. Day bala, 7 ildir burada işləyirəm. Elə olacaq danam. Hələ desəm, bəlkə inanmayasan, hansı paltonu harda asmağı da bilirəm. Görürsən, məsəl üçün kim ki, kimdən bir səmtdə olur, onlar elə işə də bir gəlib gedirlər. Odur ki, onların elə paltolarını da yan-yana asıram. Hə, sözüm onda deyil. Bu əhvalat ki, danışıram. Yəni, əhvalat deyəndə bir əhvalat da yoxdur. 2-3 il bundan əvvəl, bax bu yeri ki, görürsən, indi ora meşin palto asmışam. Ha, bax, həmişə o nömrəyə 2 palto asırdım. Paltoların rəngi də yadımdadır. Arvad paltosu sarı idi, özü də çox əntiqə şeydi. Kişi paltosu qara idi. Özü də köhnə, nimdaş, qolu zadı getmişdi. Mən burada işləyəndən bəri bu 2 paltonu bir təhvil almışam, bir qaytarmışam. Görürsən, ildə ayda bir dəfə elə düşürdü ki, işə gəlmirlərdi. Gəlməyəndə ikisi də gəlmirdi. Elə bil, azarlayanda da bir yerdə azarlayarlardı. Bilmirəm də, ay bala, ər-arvaddılar, yayın ki, yar yoldaş, hər nəysə, mən ki, paltoları bir dəfə də ayrı asmadım. Hə, bir dənə də şərfləri vardı. Belə ağ yun şərflər oldu, kişi şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmişə onu kişi paltosunun cibində təhvil alardım. Amma soyuq olanda o şərf arvad paltosunun üstündə gələrdi. Mən əvvəl sarı paltonu alıb altdan asardım. Üstündən də qara kişi paltosunu. Ay keçirdi, il keçirdi, bu paltolar bir gəlirdi, bir gəlirdi. İstəyir işə tez gəlsinlər, istəyir gec. Həmişə mən bax bu yeri onlar üçün saxlayırdım. Görürsən, bəzi günlər heç paltoların çoxuna yer olmurdu. Onlar da heç görürsən, o gün işə çıxmayıblar. Amma mən bu yeri boş qoyurdum. Bilmirəm, ay bala nəyə görəsə o yerdən ayrı palto asmaq ürəyim gəlmirdi. Qıymırdım. Hə, bir dənə də ayrı Mixail kişi paltosu vardı. Onu da həmişə tək asardım. Həmişə paltonu tək verərdi. Bilirdim ki, adama yovuşmazdı. Bu idarədə bir tanışı, bir dost, aşinası yoxdur ki, onunla bir yerdə gəlsin, ya bir yerdə getsin. Bu Mixail palto nədən belə yaxşı yadımda qalıb? Bu palto çox təzə idi. Özü də bahalı parçadandı, amma heç vaxt askısı olmazdı. Neçə dəfə demişdim, tikdirmirdi ki, tikdirmirdi. Axırda bir gün hövsəlam çatmadı, götürüb özüm tikdim. Nəysə, sözüm onda deyil. Günlərin bir günündə səhər işçilərin paltolarını alırdım. Yaman da basırıq idi, heç fikir vermirdim, nəyi hara asıram. Güc bala ilə çatdırırdım. Aralıq bir az sakitləşəndən sonra gördüm ki, balam deyəsən sarı paltonu həmin o Mixail palto ilə asmışım. Dedim, yəqin saç-baş salmışım. Qaranı Mixailin yerinə asmışım. Getdim, baxdım, gördüm, yox, qara palto heç yerli dibli yoxdur. Səhərisi gün yenə belə sarı ilə Mixailini bir verdilər. 3-4 gün elə belə keçdi. Bir gün gördüm, qara palto oldu, gəlib öz paltosunu uzatdı, tək verdi, mən də ayrı astım. Nə eləyədim abla? Ta bir yerə 3 palto asa bilməzdim ki, o gün də yaxşı yadımdadır. Biraz yağış yağmışdı, yağış yağırdı deyəndə heç ağıllı başlı yağmırdı da, elə balaca çisələyirdi. Bütün paltolar azacıq ıslanmışdı, amma qara paltonu elə bil suya salıb çıxarmışdılar. Bir müddət keçdi, bir aya kimi. Bir gün qara paltolu mənə yanaşdı, qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda var. Kim ki, hansı nömrəni verir, elə həmin paltonu da alır. Lap istəyir ata-oğlu, qardaşım olsun, nömrəsiz ona palto vermərəm. Həm də ki, özgəsininkini, amma buna ürəyim gəlmədi. Qıymadım, dinməz söyləməz qızın sarı paltosunu ona uzatdım. Aldı, baxdı, sonra qaytardı. Çıxdı, getdi. Bundan sonra bir də onu görmədim.